İlk sual suların mütləq yaşı. Suların bildiyimiz üzere iki cür yaşını müəyyən etmək mümkündür. Mütləq yaşı və nisbi yaşı. Nisbi yaşında demək, yatım ardıcıllığı məsələsi var, suların yatım ardıcıllığı. Amma mütləq yaşı suların deməli, əsasən nə zamandan, yəni hansı vaxtdan yaranıblarsa, əmələ gəliblərsə, indiyə qədər olan dəqiq yaşıdır. Və bu da necə müəyyən olunur? Suxurlardakı radioaktiv elementlərin parçalanma müddətinə əsasən müəyyən edilir. Bu da cavab C variantıdır. İkinci sual, sxemi tamamlayın. Burada Kembri verib, deməli Kembri bildiyimiz üzrə Paleozoy erasının dövrüdür. Burada eraların dövrlərini ardıcıl şəkildə yazmaq tələb olunur. Kembrdən sonra Ordovik gələcək. Ordovikdən sonra Silur, Devon, Daşkömür və Perm. Cavabımız Y variantı olacaq. Sonra üçüncü sual. Uyğunluğu müəyyən edin. Geosinklinalın inkişafının birinci mərhələsi və ikinci mərhələsi. Demək, biz mövzunu izah edəndə, yəni bu mövzular izah olunanda belə bir şey deyilir ki, geosinklinallar nədir? Litosfer tavalarının sərhəd zonalarıdır. Toqquşma zonası ola bilər, ayrılma zonası ola bilər, materik və okean tipi tavalarının yaxınlaşması ola bilər. Bu sərhədlər geosinklinal adlanır. Və geosinklinallar dördüncü mərhələdə platformaya çevrilir. Bunların başlanması birinci mərhələsi var və ikinci mərhələsi var. Birinci mərhələdə deməli nə baş verir? Ərazidə intensiv əyilmə baş verirdi. Əyilmə bəzi ərazilərdə məsələn dərinləşirdi və yeraltı yəni endogen təsirləri artıq hərəkətə gətirirdi. İkinci mərhələdə artıq nə olur? Deməli, dağım elə gəlmə, vulkanizm prosesi baş verir. Burada uyğunlaşdırsaq, yer qabının böyük bir hissəsi enməyə başlayır. Enməyə başlayırsa, deməli, bu olacaq, başlanmasıdırsa birinci mərhələ olacaq. 1-ə A. Suxurların qismən metamorfikləşir. Qismən metaverləşmə bu, deməli, birinci mərhələ olacaq. Yer qabığının ayrı-ayrı hissəsindən metamorf çevrilmə deməkdir. Metamorfik suxurlar var idi. Deməli, burada niyə belə olur? Suxurlar yerin daxilinə doğru əyilir deyə, aşağıya doğru gedir. Orada suxurlar qarışır və çevrilmə prosesi baş verir. Deməli, nə olacaq? 1-ə AB gedəcək, 1-ə AB və çökmə suxurların toplanması ilə yanaşı vulkanizm fəaliyyəti artır və C variantı. Yer qabının ayrı-ayrı qalxma prosesi baş verir. Qalxma prosesi baş verirsə, bu ikinci mərhələdir. Çökmə suxurların qatlarının parçalanması çoxlu sayda enmə və qalxmaların yaranması ilə nəticələnir. C, D olacaq. Dəniz hövzələrinin dibində qalın çökmə suxurları qatı, dəniz hövzələrinin dibində qalın çökmə suxur qatı toplanır. İndi baxsaq 1-ə, deməli AB, 2-də CD variantı olan B variantıdır. 1-ə AB, Y, digərlərinə isə 2CD, F. F-ə baxaq. Çökmə suxurların toplanması ilə yanaşı vulkanizm fəaliyyəti də artır. Burada deməli dedik ki, ümumiyyətlə dağa əmələ gəlmə, vulkanizm prosesləri varsa bu hamısı olacaq ikinci mərhələyə. Üçüncü mərhələdə isə bu proses biraz da artır, çoxalır və yerin hər tərəfinə yayılır. Keçdik növbəti dördüncü suala. Platformalar, siperlər və ya qalxanların yerləşdiyi ərazilər faydalı qazıntılar. Platformanı bilirik ki, platforma iki qatdan ibarətdir demişik. Üst çökmə qat, alt kristalik binövrə qatı. Bəzi ərazilərdə xarici təsirlər nəticəsində çökmə suxurlar ətrafa səpələnir, binövrə səthə çıxır. Bunlara siperlər, qalxanlar deyilir. Şimal Amerikada qalxan Kanada qalxanı var. Labrador yarımadasında yerləşir.
Qviana yayləsi də qalxmadır, amma Cənubi Amerikanın qalxmasıdır. Və belə indi uyğunlaşdırsaq, deməli, Qviana yayləsinə olacaq Cənubi Amerika, Labrador yarımadası, Kanada qalxanı orada yerləşir və Qviana yayləsində də faydalı qazıntı olaraq boksit ehtiyatı, yəni alüminiumun xammalı yayılmışdır. Cavab A variantı edir. 5-ci suala baxaq. Xəritə sxemi əsasən geosinklinalın inkişafının ilkin mərhələsində əmələ gəlmiş dağların yerləşdiyi ərazilər müəyyən edin. Üçüncü mərhələ artıq aktiv dağ əmələ gəlmə prosesi baş verir. Yəni, təsvir havalarının müasir sərhədlərinə biz götürəcəyik. Məsəl üçün, 4 Ant dağları, 1 Himalay dağları, ondan sonra burada 6 Alp dağlarını götürəcəyik. Bəli, deməli, cavabımız olacaq 1, 4, 6 B variantı. Kimyəvi aşınmanın intensiv getdiyi ərazilər. Kimyəvi aşınma rütubətin təsiri ilə baş verən bir aşınmadır. Rütubətin çox olduğu yerlərdə olacaq. Böyük Britaniya adası dəniz iqlim tipində yerləşir. Mülayim dəniz iqlim tipində rütubətli yerdir. Meksika yaylası tropik və subtropik iqlim qurşağında əsasən quraq iqlim şəraitində məsələn yerləşir. Bu olmayacaq. Böyük Hövzə yaylası deməli daxili bölgədə yerləşir. Dağların arasında quraq bir bölgədir. Burada olmayacaq. Yava adası rütubətli bir yerdir. Ekvatorial iqlim qurşağında yerləşdiyi üçün Malakka yarımadası olacaq. Çünki ekvatorial iqlim qurşağına düşür. Rütubətli ərazidir. İl boyu rütubətlidir. 1, 4, 5 olacaq cavabımız Y variantı. Davam eləyək 7-ci sualdan. Azərbaycan ərazisində 8-9 ballıq zəlzələ, yəni ki, ən güclü zəlzələlər olan yerlər. Bu da bilir ki, Azərbaycanda tektonik zonalar var. Tektonik qalxma, tektonik çökmə sahələri olan sərhədlər olacaq. Gəncə ətrafı ərazilər, Qapıcıq zirvəsi ətrafı, yəni Zəngəzur bölgəsi cavab A variantıdır. Abşeron, Qobustan, Qusar maili düzənliyi. Burada zəlzələnin var, amma 8-9 bal gücündə deyil. Lənkəran vağı burada da azdır. Talış dağlarında da həmçinin 8-9 bal deyil. Şamaxı ətrafı ərazilər, bu da zəlzələ olan yerdir. Amma Qanı Çay çökəkliyi olan yerdə çox deyil. İndiyə kimi yəni, olan güclü zəlzələlərə baxsaq, yəni A variantındakı Gəncədə və Zəngəzurda olan zəlzələlər A variantını götürməyə əsas verəcək. Xəritə sxemi əsasən paleogen çöküntüləri. Deməli, paleogen Kaynazo erasının 3 dövrü var. Paleogen, neogen, antropogen. Azərbaycanın atlasdan, əlimizdəki atlaslardan istifadə edərək paleogen qəhvəyə rəngdə əks olunub. Bu hissə və bu hissə orada göstərilmişdir daha çox əsasən və bundan başqa Böyük Qafqazın cənub-şərq, şimal-şərq hissələrində də yayıldığını görə bilirik. Ona görə də cavabımız 1, 3 və 6 variantı olacaq. 9-cu sual. Şəkil sxemə əsasən dağ silsilələrini müəyyən edin. 3120 bu olacaq. Deməli, Dərəliyəz silsiləsinin Kükü dağı, Dərəliyəz. Sonra 3724 Murovdağ silsiləsinin deməli, Camışdağ zirvəsi, 4243 də Şahdağ yan silsilənin Məhmüdü zirvəsi olacaq. Deməli, 1-ə Dərəliyəz, 2-yə Murovdağ və yan silsilə olacaq. Xəritə sxemə əsasən təknəvari dərələrin və gətirmə konuslarının yayıldığı ərazilər. Təknəvari dərələr buzlaqların əmələ gətirdiyi relyef formasıdır. Buna görə bu 1-ə bir təknəvari dərəyə gedəcək. İkinci gətirmə konusu isə ən çox olduğu yer Qanı-Qərçaydır. Ondan sonra Böyük İkiz Qafqazın dağətəyi hissələridir. Küdrü Şirvan olan bölgədir. Ona görə buradan biz götürərik. 1 ilə başlayan nə var? 1, 3 var və 1, 5 var. 5 Ceyran çöldür. Ceyran çöldə olmaz. Burada denudasiya prosesi gedəcək. Cavabımız 1, 3, B variantı. 11-ci sual. Doğru sıraları müəyyən edin. Birinci bu mis işarəsidir. Doğrudur. Qələbəydə
mis ehtiyatı, Qaradağ mis ehtiyatı var. Yatağın adıdır. 2. Neftin işarəsidir. Kürdəmirdə neft var. Deməli, burada Mezzo yaşlı nefti. Civən işarəsi və Kəlbəcərdə vardır. Təbii qaz Lerikdə yoxdur. Dəmir filizi Daşkəsəndə vardır. Elə Daşkəsən adlı da yataq var. Orada Haman bundan başqa Dəmiroğlu qızı Ucarda yoxdur. Cavabımız burada 1, 2, 3, 5 variantlı belə bir variantlardan bizdə yəni əlimizdəki 4 və 6 variantlarını atarıq. 4 və 6. Harada 4 və 6 varsa atacağıq. Cavabımız 1, 3, 5 variantı olacaq. Tektonik zonalara uyğun gələn relyef vahidlərini müəyyən edin. Şollar düzü, yəni Ön Qafqaz çökməsində Kiçik Qafqaz qalxması, Azərbaycan 5 tektonik zonası var demişdik. Birinci sırayla Ön Qafqaz çökməsi, Böyük Qafqaz qalxması, Kür tektonik çökməsi, Kiçik Qafqaz qalxması və Araziyyanın platformu bu ardıcıldan gəlir. Profil formasında baxsaq, məsələyə Şollar düzü getdi 1-ə, Murovdağ silsiləsi getdi Kiçik Qafqaza. Ondan sonra Samur Dəvə Çobalığı getdi deməli yuxarıya. Yəni Ön Qafqaz çökməsində Şahdağ silsiləsi getdi. Kiçik Qafqaza, Peştəsər silsiləsi də getdi. Kiçik Qafqaz qalxması. Çünki Kiçik Qafqaz qalxmasına Kiçik Qafqaz dağları silsilələri yanaşır. Talış dağları və Naxçıvanın Dərəliyə, Zəngəzur silsilələri də aiddir. Deməli 1, 3, 2, 4, 5 A variantı. 13-cü suala baxaq. Doğru bəndi müəyyən edin. Milli, az, qalın, çökmə suları örtülmüş sahədir. Materiklə okean yerqabı arasında sərhəddir. Aha, bu hansı mövzudur? Deməli, materiklərdən okeana doğru getdikcə, okeanın içərilərinə doğru getdikcə 3 növ materik yerqabına malik 3 dənə düzənlik bizi qarşılayırdı. Birinci şelf idi, ikincisi materik yamacı idi. Ən sonda okeanın dibinə artıq çatanda materik ətəyi dediyimiz isə bura materiklə okean yerqabı arasında sərhəd hesab olunurdu. Şelf isə birinci materik dayazlığı deyirlər buna. Burada meyillik az olur və materik deməli meyillik az olur və ərazidə çökmə suların qalınlığı çox olur. 1-ə materik dayazlığı, 2 materik ətəyi səthi hamurlu okean dibinin əsas hissəsində durub. Bu da abissal okeanlar, okean yatağı da deyilir buna. 14-cü sualdan davam edək. Eylevin diaqramına uyğun gələn bəndlərin müəyyənini Qafqaz dağları və Balkan yarımadası. Qafqaz dağları ilə Balkan yarımadası hər ikisi seismik bölgədir. Bu ortaya gedər. Ən hündür zirvəsi sönmüş vulkandır. Qafqaz dağlarının ən hündür zirvəsi Elbrus sönmüş vulkandır. Əhəng daşı süxurları ilə örtülüdür. Balkan yarımadasında əhəng daşı süxurları üstünü təşkil edir. Ona görə orada yeraltı suların aktiv fəaliyyəti orada böyük deməli, mağaraların yaranmasına səbəb olur. Karst zaten yeraltı suların dağıcı fəaliyyətidir. 3-4 gedəcək deməli bura. Ondan sonra Tetis okeanın qalığı hesab olunan su hövzələrinin ətrafında yerləşir. Qafqaz dağları, Balkan yarımadası da həmsinin hər ikisi gedəcək. Uyğunlaşdıraq görək ki, necə olur. 1-ə 2, 2-yə 3, 4, 1-ə 5, bu ikisinə də gedəcək belə. 15-ci sual. Kimmeri, Alp, Hetsin dağ mərgəlmə mərhələsində yaranmış dağları müvafiq olaraq müəyyən edin. Kimmeri qırışıqlığı Mezozoy erasında baş vermişdir. Mezozoy dağ mərgəlməsində əsasən Şimal Amerika materikində qayalı dağlar, Karder dağlarının şərqi, bir də Avrasiyanın şimal-şərqində yerləşən Çerski, Stanovoy, sonra əmələ gəlmişdir. Orada Alp da var. Alpə isə cavan dağlar olacaq. Baxaq görək.
Deməli, Kunlun, Karpat və Appalachlarımız D variantıdır. Kunlun, Tibet Kunlun, bunlar Kemer qırışıqlığına aiddir. Alp qırışıqlığına cavan dağ olan Karpat dağları aiddir. Hepsinin dağ əmələ gəlməsi isə qədim dağlar əmələ gəlib Appalach dağları. 16-cı suala davam edirik. Amazon ovalığı, Braziliya yayləsi. Səthi hamardır. Hamardırsa bu Amazona aid olacaq. Deməli, sonra filiz mənşəli faydalı qazınlar zəngindir. Bu Braziliya yayləsi platformanın qalxanı olduğu üçün burada filiz faydalı qazıntılara biz rast gələrik. Geniş çay dərələrinə malikdir. Geniş çay dərəsi düzənlik ərazilərdə, ovalıq ərazilərdə olar. Bu deməli gedəcək. Amazon ovalığına zaten orada Amazon çayını bilirsiniz var. Ərazisində kəllə qənd kimi denilasyon relief formasına rast gəlinir. Kəllə qənd formasında olan bir dağlıq ərazi Braziliya yaylasında biz müşahidə edirik. Səthi alluvial çöküntülərlə örtülür. Alluvial çöküntülər çayların əmələ gətirdiyi o çöküntülərdir ki, bu da Amazon ovalığı da rast gələ bilərik buna. 1'e A, C, Y, 2'ye B, D, cevabımız Y variantı. 17-ci soru sxemat sızın A zirvəsini müəyyən edin. A zirvəsi. A zirvəsi harada yerləşir? 3000 yaxınlığında bir şeydir. Amma buranı görürüm ki, burada 3904'dür bura. 3904. Burada göstərir ki, mənə A ilə 3900 arasında 784 var. Yəni 3904 çıxaq 784 0 2 1 3120. Bura 3120 ola bilərsə, o deməli Dərəliyazın ən hündür zirvəsi olan Kükü dağ zirvəsidir. Hərəkət istiqaməti yanlış göstərmiş literatur tavaları. Biz bilirik ki, bura Nazca Cənubi Amerikaya doğru hərəkət edir. Biri 3 olacaq. Bir cavablarını çıxıram. Çünki düz göstərilib bizdən yanlış istəyirsin. Sayıq tökən belə gedir. Qərbə doğru gedir. Avstraliya düzgün verilib. Hind-Avstraliya düzgün verilib. Afrika səhv verilib. Deməli 3, 4. Biz dedik ki 6'nı çıxarıq. 4, 5, 6'nı çıxaram. Yox, 4 yox. 5, 6'nı. 5, 6 səhvdir. 5'i çıxaram. Zaten cavab olur Y variantı. Deməli, 2'yə də baxaq. 2 haradadır? Avrasiya cənub şərq istiqamətinə gedir. Cavabımız Y variantı. 19-cu sual. Kordilyer dağlarının mərkəz hissəsinə aid olan relyef aidlərini müəyyən edin. Kordilyer dağlarının mərkəz hissəsi, deməli, qərb tərəfi sahil silsiləsidir. Şərq tərəfi qayalı dağlardır. Ortasında bəzi dağlıq yaylalar orada biz görürük. Şimdi onlara baxaq görək hansılar da olar. Böyük hövzə Colorado platosu Meksika yaylısı cavabımız bu olacaq. Sierra Madre qərbdədir. Sierra Madre qərbdədir. Colorado platosu Meksika yaylısı Kaskad dağları da qərbdədir. Qayalı dağlar da şərqdədir. Deməli cavab bu dağ arası düzənliklərdir bunlar. 20 sual əlamətlərin aid olduğu relyef aidini müəyyən edin. Boliviya Çili sərhədində yerləşən yayladır. Ant dağlarında yerləşir. Quraqlığa dağılır. Belə bir ifadə var. Altiplano. Altiplano Boliviya Çili sərhədində və Ant dağlarında belə deyək hündür bir düzənlikdir. Yayla ərazisində müşahidə olunur. Altiplano adlanır. Quraqlığa damlı, yəni quraq bir ərazidir. Sxemə əsasına uyğun gələn relyef aidlərini müəyyən edin. Antiklinal, sinklinal. Antiklinal, sinklinal, yəni haralarda olar? Cavan ərazilərdə, əsasən geosinklinal ərazilərdə olar. Əjdaha dağları qədim ərazidir. Darfur platosu platforma ərazisindəki qalxmadır. Atlas dağları cavan dağlardır. Hamersli dağı Avstraliya mərkəzində qədim dağdır. Nisbətən qərbində Şərqi Afrika yayləsi.
e, vulkanik zirvə var ərazisində. Antiklon, sinklon deyil də sərbəst xüsusi belə vulkanik dağlar əmələ gəlir. Sağımız C variantı Atlas dağları. Atlas dağları yəni toqquşma zonasında yerləşir. Orada dağlar və dağarası enmələr, yəni antiklonlar, sinklonlara rast gəlmək mümkündür. 22-ci sual. Sxemi tamamlayın. Filiz faydalı qazıntılar. Baxırıq ki, burada filiz faydalı qazıntılardan 1-2 Afrika, Avstraliya. Baxaq, filizlərdən məsələn mis filizdir. İki görək Afrikada varmı? Bəli, Afrikanın mərkəzindən cənubuna doğru dünyanın ikinci mis qurşağı var. İki dəmir. Cənubi Amerikada dəmir təbii ki var. Burada yazıb Kongo. Kongoda mis ehtiyatı var. Braziliyada da deməli, bəli, dəmir ehtiyatı var. Cavabımız ilə A variantı olacaq. Pərdes xanasından iştiraklı ərazilərə aid xüsusiyyətləri müəyyən edin. Bir Laplata ovalığını göstərib, bir də deməli, Mississippi ovalığı, Atlantik sahil ovalıq, daha doğrusu Meksika sahil ovalıq. Denudasyon düzənliklərdir, səhvdir. Bunlar ikisi də akkumulativdir. Alluvial çöküntülər olacaq. Çünki çay keçir, hər ikisindən alluvial çayların əmələ gətirdiyi yəni çöküntülər nəticəsində yaranan düzənlikdir. Suxuların toplanma nəticəsində yaranır. Bəli, yerləşiklər qitələrin ən böyük düzənliklərdir. Xeyr, Amazon ovalığı Laplatdan daha böyükdür. Cənubi Amerikada seysmik cəhətdən sabit ərazidə yerləşirlər. Bəli, ərazidə platformada yerləşirlər. Cavabımız 2, 3, 5 olacaq. 24-cü sual. Dağ silsilələrinin mütləq hündürlüklərinin artmasına görə baxaq. Deməli, silsilələr deyir. Silsilələr içərisində Murovdağ hamısından böyük olacaq. Bu ən axırda olacaq. Ən balaca silsilə Ləngəbir silsiləsi təbii ki, Böyük Qafqazın cənub şərq hissəsində yerləşir. Bundan sonra gələr Qarabağ silsiləsi. Çünki Qarabağ ən hündür zirvəsi Böyük Kirs 2725-dir. Ondan sonra Şahdağ gələr. Çünki Şahdağ silsiləsi orada deməli Qoca dağ var. 3000 deməli 3300 civarında olacaq. Murovdağ isə 3700-dən çoxdur. 2, 3, 4, 1 şəklində olacaq ardıcılığı. 25. Şimali Avropanın relyefinə aid xüsusiyyətlər müəyyəndir. Ən hündür zirvəsi Qalxet Pekin zirvəsidir. Bəli, Skandinaviyanın ən hündür zirvəsi buradır. Cavan dağlarla sürün təşkil edir. Xeyr, qədim dağlardır. Fjord tipli sahillər burada müşahidə olunur. Norveç dənizi ilə Skandinaviyanın qovuşduğu hissədə dar, sıldırımlı, ensiz körfəzlərə fjord tipli sahillər deyilir. Valda yüksəkliyi barədə deyilmişdir. Valda yüksəkliyi Şərq Avropada yerləşir. Əvvəllər dəniz dayazlığı olmuş polderlər mövcuddur. Əvvəllər dəniz dayazlığı olmuş polderlər mövcuddur. Bu şeydədir. Şimal Avropada deyil. Bu Mərkəz Avropadadır. Cavabımız 1 və 3 olacaq. 26-cı suala gələk. Seysmik zonlarda yerləşən yaylalar Anadolu yaylası olar. Qərbi Avstraliya yaylası platformada Tibesti platformada Meksika yaylası toqquşma zonası da orta bir platformada Colorado'da qərbdə toqquşma zonasında yerləşir. Cavabımız 1, 4, 6. 27-ci sual. Vulkanlar Pinatubo, Klitschko, Etna yoğunlaşdıraq. Pinatubo şeydə yerləşir, Filippində. Klitschko yerdə yerləşir, Kamçatka yarımadasında. Etnada deməli Siciliya adasında B-də yerləşəcək. A, Y, B. Situasiya sualına gələcək 28-30 suallar. Azərbaycan ərazisində ən qədim suxurlar eyni tektonik zonaya aid olan müxtəlif ərazidə aşkar edilmişdir. Və onların yaşı 450 milyon ildən çoxdur. Mətnə verilmiş suxurların aid olduğu geoloji eri və tektonik zona. Deməli, bizdə ən qədim suxurlar rast gəlinir. Kiçik Qafqaz qalxmasında
İkinci Kiçik Qafqaz qalxmasında, çünki bir hissəsi də Dərələyəzdə və Sədərək qalxmasıdır. Bunlar hamısı Kiçik Qafqaz qalxmasına aiddir. Birincini aşağıda yazıram və aid olduğu geoloji era Paleozoy. Paleozoyun bizdə sular var, hətta alt Paleozoyun. Ondan sonra Silur Devon da sularında rast gəlmək mümkün bizdə. 29-cu sual, mətndə verilmiş sular hansı ərazilərdə yayılmışdır? Bizə ikincidə verilmiş suların aid olduğu geoloji era, sadəcə eranı soruşur və tektonik zonanı soruşur. Kiçik Qafqaz tektonik zonasında deyir, sular hansı ərazilərdə yayılmışdır? Bayaq dedik, Zəyəm çay, Əsric çay. Bunların hövzəsində Tovuz rayonu ərazisindədir. Dərələyəz silsiləsi, sonra burada Sədərək qalxmasını da deyə bilərik. 30-cu xəritə sxeması əsasında mətndə verilmiş suların yayıldığı əraziləri, məntəqələri müəyyən edin. 2 və 5 olacaq. Bu qədər. Növbəti izahlarda görüşərik. Sağ olun.